Salam əziz şagirdlər, bu videoda sizlərlə birlikdə gəlir və ziyan məsələlərindən bir neçəsinin izahına baxacağıq. Elə vaxt itirmədən keçid alaraq məsələnin suallarının birinə. Deyək ki, 12-ci suala baxaq. Satıcı 15 kiloqram kartofun kiloqramını 1 manata alıb, 1 manat 60 qəpiyə satdı. Onun qazancı nə qədər oldu? Bir neçə yolla edə bilərsiniz. Ya 15 kiloqram kartofu 1 manatdan alıb, ümumi nə qədər pul xərcləyib onu taparsınız. 15-i vurarsınız 1-ə. Onlar 15 manat xərcləyib və nə qədər gəlir əldə edib? 15 kiloqram kartof 1 manat 60 qəpikdən satanda 15-i vurursunuz 1 manat 60 qəpiyə, alınır 24 manat. 15 manat xərcləyib 24 manat qazanıb. Yəni daha doğrusu 24 manata, yəni 15 manata alıb 24 manata satıb, belə deyək. Siz oradan qazancı tapmağınız üçün satışdan çıxırsınız alışı. Cavabı tapırsınız 9. Ya da nə edə bilərdiniz? Görürsünüz ki, hər kiloqramı 1 manata alıb 1 manat 60 qəpiyə satır. Yəni 60 qəpik baha satır. Yəni hər kiloqramdan 60 qəpik gəlir əldə edir. 15 kiloqramdan nə qədər gəlir əldə edir? 15-i vurardınız 60 qəpiyə, tapardınız 9. Yəni iki cür də işləyə bilərsiniz. Necəsə rahatsa o formada işləyin. Baxaq başqa bir suala. Məsələn 20-ə baxıram. Deyir kvadratın sahəsini 36% azaltmaq üçün onun perimetrini neçə faiz azaltmaq lazımdır? Bunun üçün bir ədəd götürüb baxmanız daha yaxşı olar. Faiz məsələsidir çünki. Faiz məsələsində əsasən 100 götürmək bizim üçün rahat olur. Məsələn, sahəsini götürürəm 100. İndi bunun sahəsi 100-dürsə, kvadratın sadə üstü nədir? A kvadrat, düzdür? Yəni tərəfi 10 olmalıdır ki, sahəsi 100 olsun. İndi bizə deyir ki, yəni tərəfi 10 olanda bir dənə perimetrinə də baxaq. Perimetrdə olur 40. Yəni də bir sahə, tərəf, perimetr. İndi deyir ki, sahəsi 36% azaltmaq üçün. 100-ü 36% azaldığında edir 64. Bunun sahəsi 64 olanda tərəfi olacaq 8. Tərəfi 8-dirsə, perimetr nədir? 4A. Yəni 4 dəfə 8, 32. Yəni baxırıq, 40 idi, oldu 32. Nə qədər azaldı? 8 vahid. İndi 8 40-ın neçə faizidir? Necə tapırdıq? 8-i bölürdük 40-a, vururduq 100-ə. Burada da 40 ilə 8 yığsa gedir, qalır 5. 5 ilə də 100 yığsa gedir, qalır 20. Demək, tərəfini və ya perimetrini 20% azaldanda sahəsi 36% azalmış olur. Sonra başqa bir suala baxaq. 31-ə baxaq. Nigar eyni qiymətə 2 boyunbağı alır. Bir boyunbağını 30% gəlirlə, digərini 20% zərərlə satır. Onun ümumi mənfəət və ya zərər faizini tapın. Yenə belə düşünək. Götürək ki, 2 dənə boyunbağı alsın, hərəsi olsun, nə qədər olsun? Deyək ki, hərəsi olsun 50 manat. Hərəsi 50 manat olan 2 dənə, yəni ümumi 100 manata boyunbağı alıb. Deyir, birini 30% gəlirlə. Yəni 30% gəlir nədir? 50 manat alıb 30% gəlir. Birinci 50-nin 30%-ni tapırsınız. Və ya düşünə bilərsiniz ki, 30% gəlir 130% deməkdir. 50-100% isə 130% nə qədərdir? Elə də tapa bilərsiniz. Ya da ki, 50-nin 30%-ni tapırsınız 15. 50-nin üstünə 15 gəlirsə 65 manata. Demək, birini 65 manata satıb, digərini 20% zərərlə. 20% zərər nə deməkdir? 50-nin 20%-ni tapırsınız, olur 10. İndi 20% zərər, yəni 50-dən 10 çıxmalıyam 40. Demək, birini 65 manat satdı, birini 40 manata. Toplayırsınız, olur 105. 100 manat olmalıydı, 105 manat oldu. Nə qədər çox oldu? 5 manat. 5, 100-ün neçə faizidir? 5%. Demək, 5% mənfəət əldə edib. Sonra deyək ki, 35-ə baxaq. Satıcı 40% gəlir ilə satdığı malın qiymətini daha 60%, yəni burada söz tam görsənmir, amma daha görsənir də daha olacaq. Satıcı 40% gəlir ilə satdığı malın qiymətini daha 60% artırsa, neçə faiz gəlir əldə edər? Baxırıq, yenə götürə bilərsiniz. 100 manat ilkin qiymət olsun, alış qiyməti. 40% gəlir ilə satırsa, 100-ün 40% edir 40. Üzərinə gələndə
Hal-hazırda satır 140 manata. Deyir daha 60% artırsa, yəni 140-ın da 60%-ni artırsa, siz də 140-ın 60%-ni tapırsınız. 140-ın 60%-i baxırıq neçə eləyir? Eləyir 84. Yəni daha 84 manat artırsın. 140 idi. 140-ı da 84 manat artıranda olur 224 manat. Yəni 100 manat alıb 224 manat satırsa, buradan 124 manat xeyir götürür. 124 manat 100 manatın neçə faizidir? Elə 124%. Yəni ona görə ilkin qiymət, alış qiyməti, maya dəyəri, ilkin bizə verilən qiyməti 100 götürürük ki, ən sonda hesablamaq lazım olmasın. Elə 124 tapmısınızsa, demək cavab 124%. Başqa bir suala baxaq. Parça mağazasında metrəsi 140 manata alınan parça yuyulub qurudulduqdan sonra metrəsi 240 manata satılır. Parça yuyulub qurudulduqdan sonra 30% qısalarsa, parçadan əldə olunan gəlir neçə faiz olar? İndi bunu da belə götürə bilərik. Məsələn, parçaya bir uzunluq verə bilərik özümüzdən, əvvəlcədən. Parçanın uzunluğu olsun 10 metr. 10 metr parça 140 manatdan alınıb, yəni 1400 manat pul verilib. İndi deyir ki, parça yuyulub qurulduqdan sonra 30% qısalarsa. Onun 30%-ni tapırsınız. Alınır 3. Bu 3 metr qısalıb. 10 metrdir. 3 metr qısalanda qaldı 7 metr. 7 metrdə 240 manatdan satır. 7-ni 240-a vurursunuz. Alınır 1680. İndi görürəm ki, 1400 manata almışdım. 1680 manata satdım. Nə qədər xeyir əldə elədim? 1680 çıxılsın 1400 bərabərdir 280. İndi 280 1400-ün neçə faizidir? 280-i bölürəm 1400-ə, vururam 100-ə. 1400-dən 280 ilə 280-ə ixtisar gedir 5 dəfə. Burada da alınır 20%. Demək, neçə faiz mənfəət əldə edir? Neçə faiz gəlir əldə edir? 20%. Sonra 44-ə baxaq. Mağaza sahibi mağazada bir riyaziyyat kitabına 40% endirim edib satışda 17% gəlir əldə etmişdir. Əgər mağaza sahibi endirim etməsəydi, nə qədər gəlir əldə edərdi? Yenə bunun ilkin aldığı qiymət və ya maya dəyərinin üzərinə, daha doğrusu maya dəyərini, ilkin aldığı qiyməti 100 manat götürək. 40% endirim edəndən sonra 17% gəlir əldə edib. 17% gəlir nədir? 17 manat. Yəni 100-ün 17%-i 17 manatdır da. Ona görə olur 117 manat. Yəni ki, 40% endirim edəndən sonra 40% endirim etmək nə deməkdir? 60% qiyməti də. Demək, 60% qiyməti nəyə bərabərdir? 117 manata. Bir endirim etməsəydi nə qədər gəlir əldə edərdi? 100 manat, daha doğrusu 100%, yəni 60% 117 manat uyğun gəlirsə, 100% nəyə uyğun gəlir? Çarpaz vururuq. 60x bərabərdir 117 vurulsun 100. Burada 60 ilə 100 ixtisar gedir. Burada alınır 6, burada alınır. Daha doğrusu 6 yox. Nəyə ixtisar edir? 20-yə ixtisar edir. Burada alınsın 3. Digər tərəfdə alınsın 5. Sonra 117 3-ə ixtisar getməlidir. 117 3-ə ixtisar gedir 39 dəfə. İndi 39-u 5-ə vuranda baxırıq neçə alınır? 39-u 5-ə vururuq, alınır 195. Yəni 100 manata aldığım malı 195 manat hesabında buradan 95 manat və ilkin qiyməti 100 götürmüşdük deyə elə rahat tapa bilirsiniz ki, 95% gəlir əldə edərdi. Yəni burada da cavab olur B variantı. İndi burada da B variantı işləyəndən sonra keçək növbəti bir suala. Məsələn 52-yə keçək. Mebel mağazasında 50% gəlirlə A manata satıla bilən bir divanı açıq 160 manata sataraq 14% zərər edilmişdir. Divanın alış qiymətidir neçə manatdır? Burada belə götürə bilərik ki, 150%, yəni 50% gəlir nə deməkdir? 150% deməkdir də. 150%-i A-dır. Bir də 14% zərər. 14% zərər nədir?
100-dən çıxırsa 14, 86. 86 faizi isə açıq 160-dır. Burada bunu çarpaz vura bilərik. Çarpaz vuranda 150A çıxılsın 150 vurulsun 160 bərabərdir 86A-ya. Sonra burada A-ları atın bir tərəfə. Ədədləri atın digər tərəfə. A-ları bir tərəfə atanda demək sol tərəfdə 150 çıxılsın 86. Yəni 64A bərabər olur 150 vurulsun 160-a. Sonra baxıram 160 ilə 64 ixtisar gedir 32-yə. Yəni buna görə vurmamışdıq. Rahat ixtisar edilə biləydik deyə. Sonra 150 ilə də 2 ixtisar gedir, qalır 75. 75-i də 5-ə vuranda nə alınır bizdə? Alınır 375, düzdür? Amma bizdən nəyi soruşur? Divanın alış qiyməti. İndi 375 biz tapdıq deyə 375 A-nın dəyəridir. Yəni A 375-ə bərabərdir. Buradan cavabı biz 375 götürə bilmərik. Yəni həmişə də diqqətli olun. Bizə deyir 50% gəlirlə A manata satılan. Yəni ki 150 faizi 375 manatdırsa 100 faizi nə qədərdir? Bizə 100 faiz lazımdır. Alış qiyməti həmişə 100 faiz olur. Oradan təzədən hesablayırıq. Bu dəfə olur 150x bərabərdir 375 vurulsun 100. 100 ilə 150 ixtisar gedir 50-yə. Qalır burada 2, burada 3. 75 ilə də 3 ixtisar gedir. Qalır 125. Yəni daha doğrusu 375 ilə 3 ixtisar gedir. Qalır 125. 125-i də 2-yə vuranda 250. Demək divanın ilkin qiyməti, yəni alış qiyməti 250 manatıdır. 50% gəlirlə bunlar satırlar 375 manata. 14% zərərlə satırlar 375 çıxılsın 160. Yəni 215 manata. Bunu da bildik. Sonra növbəti bir suala da baxaq. Və bugünlük düşündük ki, kifayət edər. Videoda çox uzun olmasın. Siz də yorulmayasınız. Bir dəyəri X manatı olan kondisioner 30% qazancla Y manata satılır. Həmin Y manata alınan kondisioner isə Z manata satılaraq 40% qazanc gətirir. Yekunda kondisioner neçə faiz qazancla satılmışdır? Yenə bir problem yoxdur. Dəyəri X manat olan, yəni ilkin qiyməti götürürsünüz, 100 manat yazırsınız. 100 manat, yəni bunun ilkin qiyməti olsun. 100 manat olan kondisioner 30% qazancla deyil, Y manata satılır. Yəni 100 manat idi, 30% qazancla. 100-ün 30%-ni tapırsınız, eləyir 130. 130 manata satıldı. Sonra təzədən deyir bunu 130 manata alırlar. Nə qədər qiymətə satırlar? 40% qazancla. 130-un 40%-ni tapırsınız. Olur 52. 130-un üstünə 52 həmdə olur 182. Yəni birinci alış-satışdan 30 manat gəlir əldə edilmişdi. İkinci alış-satışdan 52 manat gəlir əldə edilib. Ümumi nə qədər gəlir əldə edilib? 82 manat. İndi 82 manat X-in, yəni 100-ün neçə faizidir? 82 bölünsün 100 vurulsun 100. Yüzlər ixtisar gedir, qalır 82 faiz. Və bununla da bugünlük olan izahın sonuna çatırıq. Sağ olun, gələn izahlara dək.